Deməli danışım sizə bu Olivia'nın Elmlər filialından. Bugün mənə şok yaşadıblar onlar. Deməli çətir qoyublar endirimə zontikdə, yəni 13 manat neçəsə qəpik. Endirimlə gəlir düşür 6 manat neçəsə qəpiyə. O şimdi 7 manata. Nəsə götürüb gəlmişəm kassaya. Əlavə ətir falan da götürmüşəm. Qız sual verir ki mənə, çöldə yağış yağır, deyirəm ki yox. Deyir yağış yağmırsa onda bu endirimə düşmür. Hər şey eşitmişdim, bunu eşitməmişdim, Allah hamd olsun. Deməli, kartın olmadığı halda endirimə düşməyən məhsul ola bilər ki, hə, kartın yoxdursa endirimlə ala bilmərsən və yaxud da nə bilim, nağd ödəyirsənsə endirimlə ala bilərsən. Bunları eşitmişdim. Amma çöldə yağış yağmırsa endirimə qoyulan malı ala bilmərsən, eşitməmişdim. Plus da hansısa məhsuldan bir dənədirsə, onu ancaq nağd şəkildə ala bilirsiniz. Bir dənə qalıbsa məhsuldan, onu kartla ala bilmirsiniz. Yəni bunda keçirəm, amma bu yağış yağırsa zondiki endirimlə ala bilərsiniz. Yəni öz kassaları belə güldülər də, yəni bu qayda qanuna. Bu nə biabırçılıqdır belə. Hiç Olivia'yı araşdırmadım belə bir anormallığı.